Quliyevlə həm söhbət olun. Elşad müəllim, təbrik edirik sizi. Komanda çox böyük uğur əldə etdi. İkinci dəfə Avropa çempionu oldunuz. Ümumi olaraq turniri necə dəyərləndirirsiniz? Finalı necə dəyərləndirirsiniz? Yəni bunu gözləyirdinizmi? İlk öncə bütün xalqımızı təbrik edirəm və bura əziyyət çəkib gələn bütün tamaşaçılarımızı da çox sağ ol deyirik. Komanda adından, federasiya adından, öz adımdan deyirəm. Turnir həqiqətən də çox ağır keçdi, yəni çox çətin oyunlar alındı. Xoşbəxtəm ki, kuboku Azərbaycana gətirdi. Elşad müəllim, komanda sizin rəhbərliyiniz altında həm də dünya çempionu olmuşdu, Azərbaycanda olmuşdu. Yəni bu uğurun sirrini siz nədə görürsünüz bir mütəxəssis olaraq? İlk öncə bütün federasiya təbrik edirəm, əsas bir də futbolçuları, çünki zəhmət əsas onların üstünə düşür. Qalan da biz öz borcumuzu yerinə yetiririk, öz işimizi görürük. Mənə elə gəlir ki, yanaşma profesional olanda nəticə də gəlir. Komanda qrup mərhələsini məğlubiyyətsiz başa vurmuşdu və lider olaraq bitirmişdi. Sizin üçün ən çətin oyun hansıydı? Bizim üçün ən çətin oyun playofflarda oldu. Çexiya millisi və Serbiya millisi həqiqətən çox çətin idi. Finaldakı həmişə çətin olur. Yəni bu üç oyun bizi çox yordu və çox şadıq ki, belə oyunlardan qalib gələrək belə oyunları biz çempion olduq. Sabir, həm də yanımda hazırda komandamızın futbolçusu Vəli Qafarov var. Biz onun təəssüratlarını öyrənəcəyik. Xoş gördük sizi, təbrik edirik qələbə münasibəti ilə. Bayağı da qeyd etdiyimiz kimi komanda ikinci dəfə Avropa çempionu oldu. Siz necə hazırlaşdırmışdınız bu turnirə? Onu da qeyd edeyim ki, əvvəldən bilinirdi ki, komanda turnirin favoriti idi. Bu sizin üçün hansı çətinliklər yaradırdı? İlk öncə burada olan hər bir Azərbaycanlı vətəndaşımızı, hər bir həmyerlimizi salamlayıram. Sağ olsunlar, bizi belə isti qucaqla qarşıladılar. Bunu deyə bilərəm ki, bəli, razıyam sizlə. Ağır bir turnirə getmişdik. Bizi nə gözləyirdi, biz bilirdik. Ona uyğun da hazırlaşmışdıq. Deyərdim ki, qrup mərhələsini istədiyimiz kimi adladıq, amma play-offda hocam da baş məşqçimizdə qeyd etdiyi kimi bayağı bir çətin oyunlar bizi gözlədi. Amma çox şükür ki, Allahın izni ilə, belə deyək, xeyirlisi ilə tamamladıq çempionatı, qalib olduq. Bayağı baş məşqçiyə sual vermişdim. İndi sizə sual vermək istəyirəm. İkinci dəfə bu çempionluğu, eyni zamanda dünya çempionluğu. Bu uğurun sirri nədədir sizcə? Bu bizim birinci Avropa çempionatımızda, amma uşaqlar var ki, onların ikinci Avropa çempionluğudur. Bildiyiniz kimi də bu, belə deyək də, buna qızıl dubl deyirlər. Dünya və Avropa olmuş, bildiyim qədərilə tək ölkə bizik. Dalbadal olmuş, yəni qızıl dubl etmiş tək ölkə bizik. Buna da biz çox sevincliyik. Bəs sizin üçün hansı oyun daha çətin oldu bir futbolçu olaraq? Bayağı da qeyd etdik, məğlubiyyətsiz oldu, lider olaraq çıxdı qrupdan, sonra play-off, eyni zamanda 8-də 1. Bunun yetkinliyinə deyərdim ki, play-off'un 2-də 1 oyunuydu Serbiya yığması ilə. Bildiyimiz yaxşı komandaydı. Onlar bizi bayağı çox yordular. Təşəkkür edirik, təbrik edirik. Bəli, Sabir. Mini futbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev, eyni zamanda futbolçu Vəli Qafarovla həm söhbət olduq.